Salam. Okeanlarda suyun hərəkətinə baxaq. Bilirik ki, okeanlarda daimi və mövsümi küləklərdir, sualtı vulkanlar, zəlzələlər, ay və günəşin cazibə qüvvəsi okean suyunun daim hərəkət etməsinə səbəb olur. Küləyin təsiri ilə sakit halı pozulur və dalğa yaranır. Buna külək dalğası deyilir və küləyin dalğa yaratması üçün sürəti 1 metr böl saniyədən çox olmalıdır ki, dalğa yaratsın. Və dalğanın ən aşağı yeri onun dabanıdır. Baxın. Dalğanın ən aşağı yeri onun dabanı, ən hündür yeri isə onun yalı adlanır və dalğanın yalı ilə dabanı arasında qalan məsafə dalğanın hündürlüyüdür. İki yal arasında qalan məsafə isə burada bir yaldır, burada bir yaldır və iki yal arasında qalan məsafə isə dalğanın uzunluğu adlanır. Daha sonra ən böyük dalğalar harda olur? Külək dalğaları Atlantik okeanının şimalında, Atlantik okeanının cənubunda. Deməli, Atlantik okeanının həm şimalında, həm cənubunda, Sakit okeanının şimalında, Hind okeanının isə cənubunda baş verir. Və dəniz olaraq isə Barents dənizində olur. Bir də isti və soyuq cərəyanların toqquşduğu yerlərdə, yəni qarşılaşdığı sahələrdə güclü dalğalar əmələ gəlir. Həmçinin qabarma çəkilmə nədir? Qabarma çəkilmə isə ayın və günəşin cazibəsi ilə baş verir. Xüsusilə də ay yerə daha yaxın olduğuna görə qabarma əmələ gətirir. Yəni qabarma əmələ gətirmə qüvvəsi günəşə nisbətən daha çoxdur. Dar körfəzlərdə, çayların mənsəbində, yəni töküldüyü yerlərdə qabarmanın hündürlüyü də çox olur. Xüsusilə də Kanadanın Atlantik okeanı sahilində yerləşən Fandi körfəzində qabarma dalğasının hündürlüyü 18 metrə çatır. Daxili dənizlərdə isə çox kiçik olur, yəni bir neçə santimetr olur və heç hiss edilmir. Qabarma çəkilmədən gəmiçilikdə istifadə olunur, balıqçılıqda, enerji alınmasında istifadə olunur. İndi ümumiyyətlə bu qabarma çəkilmə nədir ümumiyyətlə? Deməli, bilirik ki, ay yer ətrafında dövr eləyir, fırlanır və əgər okean üzərində ay görünürsə, ay suyun qabarmasına, yəni sahilə doğru gəlməsinə səbəb olur, suyu qabardır və ay görünmədikdə isə həmin sular geriyə doğru çəkilir və bundan gəmiçilikdə, balıqçılıqda, enerji alınmasında istifadə olunur. Daha sonra sunami dalğaları. Bu sualtı vulkan püskürmələri və zəlzələ zamanı böyük dalğalar olan sunami dalğaları yaranır. Əvvəlcə su geriyə doğru çəkilir, sonra isə belə deyək də, əslində bu qabarma çəkilmənin şəklidir. Amma bunu sunamiyə də aid eləmək olar. Çünki sunamidə də su əvvəlcə geriyə doğru çəkilir. Ona görə də deyilir ki, limandakı gəmiləri suyun belə deyək, dənizin ortasına doğru aparmaq lazımdır. Çünki həm orada dalğanın hündürlüyü çox az olur, 2-3 metr olur. Həm də belə deyək də, su geriyə doğru çəkilmiş olur. Daha sonra isə sahili basaraq böyük dalğalar yaradır. Daha sonra Açıq okeanda dedik ki, hündürlüyü çox azdır. Çünki nəyə görə azdır? Baxın. Açıq okeanda dalğanın hündürlüyü 2-3 metr olur. Çünki dərinliyi çox olduğuna görə, yəni okean dibi ilə dalğa arasında dərinliyi çox olduğuna görə, burada yaranan bu dalğa çox böyük bir hündürlüyə malik olmur. 2-3 metr olur. Daha sonra bu dalğa sahilə doğru gəldikcə görürsüz, dərinlik azalır. Yəni okean dibinin dərinliyi azalır, azalır, azalır. Ona görə də dalğa sahilə doğru gəldikcə də böyüyür və sahilə doğru çırpılır. Daha sonra okean cərəyanlarına baxırıq. Okean və dənizlərdə daimi küləklərin təsiri ilə su kütlələri üfüqi istiqamətdə yer dəyişir. Buna cərəyan deyilir. Coriolis qüvvəsi yerin öz oxu ətrafında fırlanması nəticəsində yaranan meyletmə qüvvəsidir. Coriolis qüvvəsinin təsiri ilə okean cərəyanları şimalda sağa, cənub yarımkürəsində isə sola doğru meyl eləyir və suyun temperaturuna görə də isti və soyuq cərəyanlar ayrılır. Bayaqkı videoda bunu əslində bir qədər izah etdim. İsti cərəyan və soyuq cərəyan olmasına hardan qərar verilir? Əgər suyun gətirdiyi belə deyək də, isti cərəyanın gətirdiyi sular ətraf sulara nisbətən istidirsə, deməli isti cərəyandır. Və isti cərəyan olan yerdə təbii ki, səthdə də temperatur yüksək olur və bu suyu buxarlandırır, bulud yaranır və yağıntı düşməsinə səbəb olur. Deməli, isti cərəyan olan yerlərdə iqlim daha mülayim olur, daha yağıntılı olur, meşə yaranır orada, daha əlverişli bir şərait yaranır. Amma soyuq cərəyan isə əgər cərəyanın gətirdiyi su, suyun temperaturu ətraf suyun temperaturundan aşağıdırsa, deməli bu soyuq cərəyandır və soyuq cərəyanda buxarlanma havanın belə deyək, onun səthində də temperatur aşağı olur, soyuq olur və buxarlanma az olur. Nəticə etibarilə duzluluq da az olur və belə deyək, bulud yaranmır, yağış yağmır. Ona görə də quraqlıq yaradır.
Səhralar yaranır ifadəsi o qədər də doğru deyil. Çünki bütün soyuq cərəyan keçən yerlərdə səhra yoxdur. Səhra yaranmasına başqa faktorlar da təsir edir, amma quraqlıq yaradır soyuq cərəyanlar. Məsələn, Peru cərəyanı Atakama səhrasının yaranmasına mühüm rol oynayıb. Daha sonra Benqe cərəyanı Namib səhrasının yaranmasına mühüm rol oynayıb. Daha sonra yağın təzyiqi bunlar da, dedik və eyni zamanda isti cərəyanlar daha çox alçaq coğrafi enliklərdən yüksək enliklərə doğru hərəkət eləyir. Yəni ekvatorial tropiklərdən qütblərə doğru. Soyuq cərəyanlar isə tam tərsi göy xəttlə göstərilir və yüksəkdən, yəni qütblərdən ekvatora doğru əsən, gələn daha doğrusu, cərəyanlardır, su axınlarıdır. Okean cərəyanları sahilin təbii ki, iqliminə təsir eləyir, orqanizmlərin yer dəyişməsinə, suyun dövranına, temperaturuna, duzluluğuna mühüm təsir eləyir. Həmçinin tropik enliklərdə, şərq sahillərdə isti cərəyanlar var, qərb sahillərdə isə soyuq cərəyanlar keçir. Məsələn, Cənubi Amerikada, Avstraliyada, şərq hissədə rütubətli tropik, qərb hissədə isə quru tropik yaranmasında həmin o cərəyanlar mühüm rol oynayır. Mülayimlərdə isə əksinə qərb hissələrində isti cərəyanlar, şərq sahillərində isə soyuq cərəyanlar mühüm rol oynayır. İndi baxaq cərəyanlara. Deməli, baxın, şimal istiqamətində şimal yarımkürəsində cərəyanlar sağa doğru meyl eləyir və saat əqrəbi istiqamətində dövr eləyir. Məsələn, Şimali Passat cərəyanı, burada gedir olur Golf Stream cərəyanı, daha sonra olur Şimali Atlantika cərəyanı. Bu Norveç sahillərində Norveç cərəyanı, daha yuxarıda isə Norveç Nordkap cərəyanına doğru keçir. İsti cərəyanlardır bunlar. Daha sonra dedik ki, bu saat əqrəbi istiqamətində dövr eləyir. Yəni Şimali Atlantika cərəyanı, daha sonra burada soyuq Kanar cərəyanı var. Nəticə etibarilə saat əqrəbi istiqamətində dövr eləmiş oldu. Cənubda isə burada Cənub Passat cərəyanı var. Ondan Braziliya cərəyanı ayrılır, isti cərəyan. Bu saat əqrəbinin əksi istiqamətində, yəni sola doğru hərəkət eləyir cərəyanlar. Fikir verin. İsti Braziliya cərəyanı. Daha sonra burada qərb şəhərlər cərəyanı var. Onun bir qolu olan Bengel cərəyanı. Yəni burada da saat əqrəbinin əksi istiqamətində cərəyanlar hərəkət elədi. Həmçinin Sakit okeanı bax burada da saat əqrəbinin istiqamətində şimalda, yəni sağa doğru gedir. Cənubda isə sola doğru saat əqrəbinin əksi istiqamətində cərəyanlar hərəkət edir. İndi bir-bir cərəyanlara baxaq hansılardır. Deməli dedik ki, iki burada Gulf Stream cərəyanıdır. Daha sonra burada Şimali Atlantika cərəyanı, Norveç, Nordkap cərəyanları isti cərəyanlardır. İsti cərəyanlar görsüz qırmızı xətlərlə göstərilir. Xətlərin hansı tərəfə getdiyinə də fikir verin. Həmçinin burada Qrenlandiyanın qərbində isti cərəyan var. Qərbi Qrenlandiya cərəyanı isti cərəyandır və ona görə də ölkənin əsas əhalisi elə qərb hissədə yaşayır, çünki daha mülayimdir iqlimi. Şərqində isə Şərqi Qrenlandiya soyuq cərəyandır. Baxın, bu soyuq cərəyanlar qütblərdən gəlir. Ona görə də burada yaşayış çox azdır, yəni çox soyuq olur ora. Eyni zamanda yağıntı da az düşür. Daha sonra burada soyuq Labrador cərəyanı var. Baxın, soyuq cərəyan yenə qütbdən gəldi. Sonra Atlantik okeanında olan, cənubda olan cərəyanlara baxaq. Cənub Passat cərəyanı, Braziliya isti cərəyanı, daha sonra burada soyuq qərb küləkləri cərəyanı var. Biz daimi küləkləri keçəndə qərb küləklərini demişdik ki, bu Antarktida ətrafında dövr eləyən soyuq qərb küləkləri cərəyanının yaranmasına səbəb olur. Həmin o qərb küləkləri cərəyanının da qolları var. Məsələn, burada soyuq Peru cərəyanı onun bir qoludur. Burada soyuq Bengel cərəyanı onun bir qoludur. Avstraliyanın qərbində isə, yəni materiklərin qərbində soyuq cərəyanlar keçir, qərb küləklərinin qolları da onlar. Avstraliyanın qərbində soyuq Qərbi Avstraliya cərəyanıdır. Bunlar deməli soyuq cərəyanlardandır. Daha sonra həmçinin burada Somali soyuq cərəyanı var. Bu bir istisnadır ki, belə deyək, yəni alçaq enlikdən bir qədər yüksək enliyə doğru gedən soyuq cərəyandır. Həmçinin burada Musson cərəyanı var. Bu da muson küləkləri kimi istiqamətini dəyişir. Daha sonra burada 4 yenə cənub passatdır. Yenə burada 4 cənub passat küləyidir. Onun da bir qolu isti cərəyan olaraq ayrılır. Deməli, Şərqi Avstraliya cərəyanıdır. Sakit okeanda da yəni saat əqrəb istiqamətində. Burada 7 şimal passat cərəyanıdır, 6 Crossio-dur. Daha sonra bu da şimal Sakit okean olaraq gedir. Burada Alyaska ayrılır bir dənə. Daha sonra bu Oyashio cərəyanıdır, soyuq cərəyan qütbdən gəlir. Burada isə Kaliforniya cərəyanı soyuq cərəyandır. Bu da oldu cərəyanlar. İndi cərəyanlara ümumi bir baxaq. Dəqiqə. Aha. Məsələn, Atlantik okeanında olan cərəyanlar. Baxın, saat əqrəb istiqamətində şimal passat, Gulf Stream, Şimali Atlantika, Kanar.
Deməli, Qolf Strim Şimali Atlantika, Norveç isti cərəyanlardır. Burada Qərbi Qrenlandiya isti cərəyandır. Şərqi Qrenlandiya, Labrador, Kanar isə soyuq cərəyanlardır. Cənubda isə Gviana cərəyanı, Braziliya cərəyanı, bunlar isti cərəyanlardır. Cənub Passat istidir. Daha sonra Qərb küləklərinin bir hissəsi bu Cənubi Atlantika və Bengel cərəyanı soyuq cərəyanlardır. Sakit Okeanda, Asiya sahillərində, burada mussondur, Cənub Passatdır, Krosiyodur və Krosiyo isti cərəyandır. Yaşıyor isə qütbdən gələn Kamçatka yarımadasının ətrafında olan soyuq cərəyandır. Şimali Amerikada olan cərəyanlar Labrador soyuq, Gulf Stream isti, Alyaska isti, Kaliforniya isə soyuq cərəyanlardır. Gviana, Braziliya, Cənubi Amerika ətrafında isti cərəyanlardır. Qərb şərqlərinin qolu olan Peru və Falkland isə soyuq cərəyanlardır. Afrika ətrafında isə Kanar soyuq cərəyanıdır. Somali soyuqdur, amma Qvinea, Anqola cərəyanları alçaqdan və yüksəkliklərə doğru gəlir. İsti cərəyanlardır. Mozambikdə istidir. Bengeldə qərb şərqləri cərəyanının şimala doğru bir qoludur. Daha sonra Avustraliya ətrafında da şimalında Cənub Passat, şərqində onun bir qolu olan Şərqi Avstraliya isti cərəyanlardır. Qərb küləkləri və onun bir qolu olan Qərbi Avstraliya isə soyuq cərəyanlardır. Bir də var okeanda su kütlələri. Sərt su kütlələri 200 metr dərinliyə qədər olur. Ekvatorial tropik mülayim arktik qruplara bölünür. Elə bilavasitə atmosfer prosesi ilə qarşılıqlı əlaqədədir. Yəni səthdə temperatur nə qədərdirsə, elə 200 metr dərinliyə qədər də demək olar ki, elə olur. Yəni daha yüksək temperatur olur, oksigenin miqdarı çox olur, duzluluq çox olur, bitki və canlılar aləmi daha çoxdur, enli zonallığı özünü göstərir. Bir də var dərinlik su kütlələri. Bu isə yüksək sıxlığa malik olur. Sabit duzluluqdur, daim aşağı temperatur 3-5 dərəcə Selsidir, natamam və səpəlindən işıqlanmaya malikdir. Üzvi aləmdə zəifdir. Dibyanı isə artıq tam dərində olanlardır. Bu isə daha yüksək sıxlığa malikdir və nisbətən alçaq temperaturdur. Bunu bayaq qeyd etdik. Yüksək sıxlıq nəyə görə okean dibi daha yüksək sıxlığa malikdir? Çünki su müsbət 4 dərəcə Selsidə maksimum sıxlığa malik olur və suyun dibinə doğru gedir. Ona görə də dibyanı su kütlələri daha yüksək sıxlığa malikdir deyə bilərik.